yeri şərəfləndirən insan faktorudur. Kərbəla səhrası İmam Hüseyn əleyhissalamın yarı ənsarının şəhadətinə qədər boş səhradan ibarət idi. Amma Həzrətin və yarı ənsarının şəhadəti ilə bugün dünyanı heyrətdə qoyan, milyonlar insanların axışına səbəb olan bir müqəddəs məkana, ocağa çevrilmiş. Bu naqis dilimdən, bu günahkar vücudumdan sənə bir ərmağan olsun, töhfə olsun bu kəlamım. Bu əyləşdiyin yer qiyamət günü əgər sən hansısa bir əməliyə, mən hansısa bir əməlimə, hərəkətimə görə mühakimə olunanda əzaba müstəhəq olsam, əzaba layiq olsam, haqq etsəm, yer şəhadət verər ki, ya Rəbbəl aləmin, bu şəxs sənin istəkli, sevimli, nurdan xəlq elədiyin, rəhmətən lil aləmin olan Peyğəmbərin gözünün ağı qarası balasının tədbirində iştirak edib, onun adına qurulan məclisdə əyləşib. Bu yer şəhadət verər. Biz hal-hazırda nurani bir məclisdəyik və bugün əslində iffətin adını öz mahiyyətində, öz kimliyində tətbiq edib və təsdiqləyən bir xanımın anım günündə, doğum günündə iştirak edirik. İsmətin ünvanı, əgər İsmətə ünvan axtarsan, xanım Zəhra salamullah əleyhadır. Paklıq və saflığın zirvəsini istəsən, biləsən, bax xanım Zəhra salamullah əleyhanın həyatına. Bir sözlə, bugün nurdan yaranan, bir nurun adına qurulan bir məclisdəsən. Nurdan xəlq olan bir ilahi nurun biz işığına toplaşmışıq.